Koç bürcü. Bugün Koç bürcü, evlilikte sevgi veya harmonia, beraber diyalog veya karşılıklı faydalı emektaşlık istəyirsə veya müqavilə veya medeni ayrılıq axtarırsa, daxili və xarici maneələri dəf etməlidir. Bugün onlara münasibətlərdə barışmağa veya məsafəni azaltmağa, danışıqlara başlamağa, məsləhət almağa və özlərinin və başqalarının tərəfdaşlıq hüquq və vəzifələrini aydınlaşdırmağa kömək edəcək. Qoçun sabah üçün eşq ulduz falı, bugün vəziyyətlər Qoç bürcünə şəxsi münasibətlər qurmaq üçün seçimlər təklif edir və optimal hərəkət istiqamətini təklif edir. Məsafəni və ya daxili manəni aşaraq xoş bir tanışlıq edə, tərəfdaşınızla barışa, razılığa gələ və ya sadəcə birlikdə yaxşı vaxt keçirə bilərsiniz. Qoç bürcünün sabah üçün karyera və maliyyə ulduz falı. Günün əvvəlində ulduzlar Qoç bürcünə başqaları ilə münasibətlərində daha ehtiyatlı olmağı və məlumat mənbəyi etibarlı görünsə belə, onun həqiqiliyinə etibar etməməyi məsləhət görür. Çünki təhrif riski var. Bu vaxtda işgüzar görüşləri, səyahətləri və sənədləşmə işlərini təxirə salın. Müsbət tendensiyalar günortadan sonra güclənəcək və bu da bacarıqlarınızı əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Buğa bürcü. Buğalar yadda saxlamalıdırlar ki, bugün istənilən iş köməkçinin, məsləhətçinin və ya yaxşı xidmətin köməyi ilə, eləcə də dinc, nəzakətli və rahat münasibətlə daha rahat gedəcək. Bugün vəziyyətlər bir sıra qaydalar və rituallar tələb edir. Lakin onlarda asanlıqla hərəkət etmək mümkündür. Diyaloqa və qarşılıqlı güzəştlərə hazır olmaq, yaxşılıq mübadiləsi aparmaq və ümumi sədaqət və dostluq hissi təşviq olunur. Bu, ailə görüşü üçün əlverişli zamandır. Buğa bürcü üçün sabahkı eşq ulduz falı. Bugün Buğa bürcündən olanlar sevdikləri insanla istənilən mürəkkəb mövzuda inamla söhbət edə bilərlər. Bugün mübahisə etməkdən və ya potensial olaraq çətin məsələlər üzərində düşünməkdən çəkinin. Bir çox şey qarşılıqlı məmnuniyyətlə razılaşdırıla bilər. Gözəl bir mühit və ya xoş jestlər mübadiləsi sizi sevindirəcək. Buğa bürcü üçün sabahın karyera və maliyyə ulduz falı. Buğa bürcündən olan ulduzlar günün ilk yarısında qrup layihələrinə investisiya qoymamağı məsləhət görürlər. Bu zaman force major hallar səbəbindən maliyyə itkiləri ehtimalı artır. İstənilən qrup fəaliyyəti maddi itkilər vəd edir. Günortadan sonra tikinti işçiləri, realtorlar, kommunal xidmət işçiləri və baqqal mağazası işçiləri işlərində irəliləyiş görəcəklər. Əkizlər bürcü. Bugünün ahəngdar anlar, Əkizlər bürcünün həyatını daha xoş edir. Sevgi, gözəllik, rahatlıq və zövq elementləri gətirir. Eləcə də onların uğurlarını təşviq edir, məqsədlərinə çatır və istedadlarını inkişaf etdirir. Bu, ünsiyyət qurmaq, əylənmək, gözəlliyə qovuşmaq, şəxsi həyatlarını canlandırmaq, uşaqlarla yola getmək və ədəbi və ya bədii yaradıcılıq dünyasında öz yollarını tapmaq üçün əlverişli zamandır. Əkizlər bürcü üçün sabahkı eşq ulduz falı. Bugün əkizlər Kupidonların ən sevimliləri arasındadır. Onların romantik istəkləri nəticəsiz qalmır və ilham verici nəticələr verir. Şərtlər onların şəxsi həyatlarında davranışlarını diktə edir. Lakin bu, yalnız onlara fayda verir. Bu görüş, flört və ya ünsiyyət qurmağa çalışmaq üçün əla gündür. Əkizlər bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, Əkizlər bürcünə səhər saatlarında işlərdə təşəbbüs göstərməmək tövsiyə olunur. Həmçinin rəhbərlərinizlə təmasdan mümkün qədər uzaq durmağa çalışın. Onların isti əlinin qurbanı ola və tamamilə haqsız yerə əziyyət çəkə bilərsiniz. Əgər liderlik mövqeyindəsinizsə, impulsivliyinizi məhdudlaşdırmağa çalışın. Borc almaqdan çəkinin. Xərçəng bürcü. Bugün xərçənglər üçün mənalı münasibətlər qurmaq üçün əla fürsətlər təqdim edəcək. Onlara planlarına daha çox tarazlıq gətirmək
veya bir neçə məsələni birdən həll etmək ümidi verəcək. Lakin vəziyyətin tələb etdiyi davranış qaydalarına əməl etməsələr, belə bir cəlbedici perspektiv təhlükə altında ola bilər. Etiket, diplomatiya və rahatlıq haqqında unutmamalıdırlar. Xərçəng üçün sabahkı sevgi ulduz falı. Bugün xərçəng bürcünü sevənlər xasiyyətlərini idarə edib, mübahisələrdən və həddindən artıq kortebilikdən qaçınsalar, daha çox şans qazanacaqlar. Vəziyyət gözəl bir görüş, balanslı maraqlar və qarşılıqlı güzəştlər üçün əlverişlidir. Etiket və müəyyən rituallara riayət etməyə hazır olmaq vacib olacaq. Xərçəng bürcünün sabah üçün karyera və maliyyə ulduz falı. Bu səhər ulduzlar xərçəng bürclərinə şəxsi sifarişləri qəbul etməkdən çəkinməyi məsləhət görür. Əsas işinizə diqqət yetirin və hər şeyi yaxşı etməyə çalışın. Vergi orqanları tərəfindən şirkətinizin yoxlanılması mümkündür. İş gününün sonunda emosiyalarınızı cilovlayın. Əsəb pozğunluğu mümkündür. Restoran, istirahət mərkəzi və otel işçilərinin gəlirlərində artım gözlənilir. Şir bürcü. Şirlər üçün bugün sosiallaşma üçün eila fürsətlər təqdim edir. Bugün onların şəbəkəsini və potensial auditoriyasını genişləndirməyin yollarını təklif edir. Xoş söhbətçilər vəd edir, işgüzar danışıqlarda və şəxsi qarşılıqlı əlaqələrdə uğur qazandırır və ədəbi istedadlarından və ya natiqlik qabiliyyətlərindən istifadə etməyə kömək edir. Qadınlarla yola getmək, müsbət rəy, xoş tərif və ya yaxşı təklif almaq ehtimalı artır. Şir üçün sabah üçün eşq ulduz falı. Bugün şirlər ürək məsələlərində şanslı olacaqlar. Uğur həm şübhəsiz şəxsi güclü cəhətləri, həm də əlverişli mühitlə müəyyən ediləcək. Bugünkü vəziyyətlər onlara yalnız cəlbediciliklərini nümayiş etdirməyə deyil, həm də düzgün anda natiqlik və ya erudisiyalarından istifadə etməyə imkan verəcək. Şir üçün sabah üçün karyera və maliyyə ulduz falı. Səhər şirlər işlərin planlaşdırıldığından fərqli gedəcəyinə hazır olmalıdırlar. Xarici şərait əlverişsizdir və tez-tez dəyişəcək. Bu da sizdən tez reaksiya verməyinizi tələb edəcək. Texniki avadanlıqlar, maşınlar və kompüterlər adi haldan daha tez sıradan çıxa bilər. Layihənin inkişafı günortadan sonra rahat şəkildə davam edəcək. Qız bürcü. Qız bürcündən olan ulduzlar, bugün uğurun onları başqaları ilə əməkdaşlıq yolu ilə gözlədiyini, lakin mütləq şəxsən deyil, təklif edirlər. Maraqları bölüşmək və müəyyən bir qrupla zehni əlaqə qurmaq kifayətdir. Uzaqdan ünsiyyət və yaradıcı fikir mübadiləsi üz-üzə təmasdan daha rahat ola bilər. Ünsiyyətçilik sizə daha gözəl həllər tapmağa və ya daha yaxşı alış-veriş etməyə kömək edəcək. Qız bürcü üçün sabahkı eşq ulduz falı, bugün qız bürcündən olanlar harmoniya və qarşılıqlılığa sadiqdirlərsə, zövqə diqqət yetirirlərsə, etiket qaydalarının əsaslarını başa düşürlərsə və verilən vəziyyətə uyğunlaşmağa hazırdırlarsa, romantik vəziyyətlərdə özlərini rahat hiss edəcəklər. Gözəl bir hədiyyə və ya bacarıqlı bir iltifat bugün böyük fərq yarada bilər. Qız bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, danışıqlar prosesində olan qız bürcünə səhər saatlarında potensial tərəfdaşlarla müqavilə şərtlərini müzakirə etməmək və ya vacib sənədlər imzalamamaq tövsiyə olunur. Əks təqdirdə imzaladığınız müqavilənin tezliklə yenidən nəzərdən keçirilməsi lazım gələcək. Əvvəlki bəzi tərəfdaşlıq müqavilələri pozula bilər. Günortadan sonra rəhbərlər üçün əlverişlidir. Tərəzi bürcü. Bugün ulduzlar tərəzi bürcünün cəlbediciliyini və bəzi istedadlarını vurğulayır, lakin güclü tərəflərinin yalnız müəyyən hədlər daxilində parlamasına imkan verirlər. Zövqlərini müəyyən edilmiş qaydalara uyğunlaşdırmalı və ya kiminsə tənqidi, sərt baxışlarını nəzərə almalıdırlar. Buna baxmayaraq, onların bir çox yaxşı imkanları var. Onlar vacib əlaqələrin qoruyub saxlaya, danışıqlar apara və çətin anlarda təsəlli tapa bilərlər.
Tərəzi üçün sabahkı eşq ulduz falı, bugün tərəzilər cazibədardılar və özləri olmaq istəyirlər. Lakin onlar partnyorlarının planlarını və zövqlərini və ya vəziyyətin tətbiq etdiyi qaydaları nəzərə almalıdırlar. Xarici təsir onları bir qədər məhdudlaşdıra bilər, lakin onlar yenə də fikirlərini ifadə etmək və ya cəlb ediciliklərini vurğulamaq üçün bir yol tapacaqlar. Tərəzi bürcü üçün sabahın karyera və maliyyə ulduz falı. Tərəzi bürcünün nümayəndələri səhərlər evdən uzaqda, rotasiya əsasında işləyəndə çətinliklərlə üzləşə bilərlər. Texniki avadanlıqların nasazlığı və həmkarlarınızla gərgin münasibətlər əsəblərinizə yük yarada bilər. Ulduzlar biznesinizi təşviq etməməyi və ya layihələr üzrə hüquqi araşdırma aparmamağı məsləhət görürlər. Həmçinin böyük alış-verişlərdən çəkinməyiniz tövsiyə olunur. Əqrəb bürcü. Bugün ulduzlar əqrəblərə fərqli dostcasına və sadiq davranış nümayiş etdirməyi tövsiyə edir. Radikal ifadələrdən və sərt qərarlardan çəkinmək, rəhbərlikdən, köməkçilərdən və ya ailə üzvlərindən daha tez-tez məsləhət almaq ən yaxşı gündür. Əgər vəziyyət tam neytrallığa təşviq etmirsə və mənfi emosiyalar oyadırsa, qıcıqlanmağınızı açıq şəkildə göstərməməyiniz yaxşıdır. Vəkilə müraciət etməyin zərəri olmaz. Əqrəb bürcü üçün sabahkı sevgi ulduz falı, əqrəblər yadda saxlamalıdırlar ki, bugün bütün sözlər münasibətlərdəki əsl vəziyyəti əks etdirmir. Bugünkü vəziyyətlər mübahisələrdən qaçınmağa kömək edə bilər, lakin onlar həmişə tam aydınlığa və ya səmimiyyətə gətirib çıxarmır. Bəzən bir kompliment şikayəti, bir məsləhəti və ya çətin bir sualı gizlədə bilər. Əqrəb bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, əqrəb bürclərinə günün ilk yarısında böyük alış-verişlərlə bağlı maliyyə qərarları verməmək tövsiyə olunur. Kredit və maliyyə qurumlarının işçiləri bank məlumatlarını doldurarkən səhv edə və elektron bank ödənişlərində problemlərlə qarşılaşa bilərlər. Pulun səhv yerə göndərilməsi riski var. Günün ikinci yarısı rəhbərlər üçün əlverişli olacaq. Oxatan bürcü. Oxatanlar bu xoş anlardan istifadə etməlidirlər. Çünki bunu öz imkanlarını, o cümlədən xaricdə genişləndirməyin bir yolu kimi görürlər. Mesajlara cavab vermək, fikir mübadiləsindən yayınmamaq və tədbirlərdə iştirak etməyi, laqeyd yanaşmamaq bugün onların xeyrinədir. Bugünkü tədbirlər sayəsində səyahət yoldaşı, tərəfdaş, müəllim və ya tələbə tapmaq və ya sevgi həyatlarını canlandırmaq üçün böyük bir şans var. Oxatan bürcü üçün sabahkı eşq ulduz falı. Bugün Oxatan bürcünün romantik münasibətlər qurması və ümumiyyətlə şəxsi həyatlarını canlandırması üçün əlverişli şərait yaradır. Bugün görüş və ya söhbət ssenarisi onların məqsədlərinə tam uyğun olacaq. Bəzi hallarda hətta bunu özləri təşkil edə biləcəklər. Oxatan bürcünün sabah üçün karyera və maliyyə ulduz falı. Oxatan bürcündən olanlar bugün səhər tezdən icarəyə götürdükləri əmlakın şərtləri ilə bağlı münaqişə ilə qarşılaşa bilərlər. Kirayə haqqının və ya kommunal xərclərin artması barədə məlumat ala bilərsiniz. Ailə biznesində ortaq büdcənin necə və hara xərcləndiyi ilə bağlı mübahisələr mümkündür. Günortadan sonra reklam üçün yaxşı xəbər vəd edir. Oğlaq bürcü. Bugün oğlaqların davranışı əsasən məqsədləri ilə müəyyən edilir. Bu, onların imicini, ünsiyyət tərzini və istənilən seçimdə prioritetlərini diktə edəcək. Əgər sevgi, evlilik, iş və ya yaradıcı tərəfdaşlıq onların planlarının mərkəzindədirsə və ya hüquqi və ya estetik məsələləri nəzərə almalı olduqda, bugün onlar üçün xüsusilə vacib ola bilər. Oğlaq bürcü üçün sabahkı eşq ulduz falı. Bugün oğlaqlar romantik həyatlarından daha çox şəxsi həyatlarının sosial aspektləri ilə maraqlanırlar. Onlar romantik münasibətlərinin vəziyyəti və ya romantikaların xarici qəbul edilmiş nümunələrə nə dərəcədə uyğun gəlməsi ilə maraqlana bilərlər. Rituallara, qiymətləndirmələrə və rəsmiliklərə
böyük əhəmiyyət verə bilərlər. Oğlaq bölcü üçün sabahın karyera və maliyyə ulduz falı. Oğlaqlar üçün gün iş yerində münaqişə ilə başlaya bilər. Xoşagəlməz bir söhbət və ya alınan məlumat sizi narahat edə bilər. İşgüzar görüşlər və səyahətlər bu zaman arzu olunmazdır, çünki onlar gözlənilən nəticələrə gətirib çıxarmayacaq. Əgər işiniz tez-tez səyahətlər və əlaqələrlə bağlıdırsa, bir çox maneələr və geriləmələrlə qarşılaşacaqsınız. Dolça bürcü. Dolça bürcünün nümayəndələri bugünü boşa sərf etməməlidirlər. Çünki bu, onlara lazımsız çətinliklər yarada biləcək vəziyyətlərdən qaçmağa imkan verir. Qarşılıqlı rəğbətə və ya oxşar baxışlara əsaslanan istənilən əlaqələri qorumaq üçün əlverişli zamandır. Məsləhətləşmələr, razılaşmalar, beynəlxalq əlaqələr qurmaq və təhsil, evlilik və hüquqla bağlı mövzuları müzakirə etmək üçün əlverişli zamandır. Müştəri, tərəfdaş, vasitəçi və ya himayədar tapmaq şansı yüksəkdir. Dolça bürcü üçün sabahkı eşq ulduz falı, bugün Dolça bürcündən olanlar sevdikləri biri ilə görüşmək və ya əlaqə qurmaq üçün hər fürsətdən istifadə etməlidirlər. Xüsusən də hazırda fiziki olaraq uzaqdadırsa və ya hansısa ciddi səbəbdən əl çatmazdırsa. Tanışlıq mərhələsində axtarışınızı inamla genişləndirə və mesajlara cavab verə bilərsiniz. Dolça bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, valyuta mübadiləsi məntəqələrində işləyən və ya bəbli geyimlər, idman malları və uşaq malları satan Dolça bürcünün nümayəndələrinə daha diqqətli olmaları tövsiyə olunur. Müştərilərə ödənişlərdə səhv hesablama cüzdanınıza əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Günün ən vacib vəzifəsi vəsaitlərinizi necə qorumaq və itirməməkdir. Biznes tərəfdaşlıqlarının inkişaf etdirilməsində və gücləndirilməsində dəstək tapacaqsınız. Balıqlar bürcü. Balıqlar, ulduzlar, diplomatiya və etiketin bugün sizi bir çox ünsiyyət problemlərindən qoruyacağını göstərir. Diyaloqa hazır olmaq və etiket anlayışı, iş və ya köməkçi tapmaqda sizə kömək edəcək ən yaxşı vizit kartınız ola bilər. Hüquq və estetika bilikləri bugün bir çox vəziyyətdə də faydalı ola bilər. Vəkillə məsləhətləşmə və ya dizaynerdən məsləhət almaq faydalı olardı. Balıqlar bürcü üçün sabahın eşq ulduz falı. Bugün balıqlar əks cinsin nümayəndələri ilə münasibətlərində müəyyən qaydalara riayət etməli olacaqlar ki, bu da həmişə onların harmoniya anlayışları ilə uyğun gəlməyə bilər. Bugün ünsiyyətin xarici tərəfinin daxili tərəfindən daha vacib olduğu və ritualların hisslərin kortəbii şəkildə yaranmasına mane ola biləcəyi bir gündür. Balıqlar üçün sabahın karyera və maliyyə ulduz falı, balıqlar bürcünə günün əvvəlində emosiyalarını nəzarətdə saxlamaları tövsiyə olunur. Qohumlarla münaqişələr mümkündür ki, bu da ailə biznesində və ya evdə işləyən işçilərin iş nəticələrinə mənfi təsir göstərə bilər. Elektrik naqilləri və ya kommunal problemlər səbəbindən maddi ziyan mümkündür. Təmir, bitirmə və tikinti işləri apararkən diqqətli olun.